Hansı qələbəyi indi qutlayırlar, şənlik tutublar. Baxın, İranda bir zehniyyət vardır. Hər zaman özünü qalib görür. Bu bir zehniyyətdir ki, deyirlər, hətta biz məğlub olduğumuzda da qalibik. Bu biraz o Şii təsəvvüründə də vardı. Aşura fəlsəfəsində də vardı. Amma gerçəkçi olmaq istəsək, yəni ideolojik baxmasaq, gerçəkdən bu sualdır. İran nəyi qazandı? Bəli, İran eləyə bildi İsrailə bəzi zərbələr vursun ki, bu gözlənilmirdi. Bu bir gerçəkdir, bunu unutmaq olmaz. Düzdür, 550-dən çox füzə fırlatdı, 1000-dən çox dron göndərdi. Bunların təbii ki, çox az sayısı eləyə bildi hədəflərə isabət eləsin. Amma həmin ki, eləyə bildi İran bu dəmir günbəzi keçə bilsin və eləyə bilsin bəzi hədəfləri orada vura bilsin. Bu İran bunu özü üçün böyük bir qələbə hesab edir. Amma qarşı tərəfdə, baxın, mən bir şeyi ələ gətirirəm, qarşısında nəyi verirəm. O bir əlin, yəni mənə belə gəlir ki, burada hansı tərəf qazandı sualına biz bunu nəzərdə almalıyıq ki, İran nəyi əldə verdi və qarşısında nəyi ələ gətirdi. İran deyir ki, mən İsrailə ilk dəfə olaraq dəmir qübbəsini keçə bildim və bir çox şəhərlərinə atdığım bu füzələrdən, dronlardan bəziləri isabət elədi. Amma bunun qarşı tərəfində baxsaq, 30 ildən çox İran ağır büdcələrlə demək olar nüvə ya o nükleer məsələsində qurduğu təsislərin hamısını vurdular, darmadağın elədilər. Füzə mərkəzlərinin bir çoxunu vurdular, darmadağın elədilər. Bir çox ali səviyyədə olan kumandanlarını yox elədilər, öldürdülər. Baxın, bunları biz yan-yana düzdüyümüzdə sənin aldığın xəsarət, vurdığın zərbədən daha ağırdır. Onun üçün burada nəyi sən qəsd edirsən qalib gəldiyimizdə? Baxın, rejim çökmək demək olar xətəri ilə və təhlükəsi ilə üzbəyüz idi. Bunlar ən azı indilik eləyə bildilər, rejimi qorusunlar. Yəni bütün bu xətərlərə rəğmən, hətta Xamneyni belə təhdid eləmişlər ki, vuracaq. Trump neçə dedi ki, biz sən harda gizləndiyini də bilirik və yeri gəlsə ora sən də vura bilərik. Həmin ki, Xamneyi diri qala bildi, həmin ki, rejim ayaqda dura bildi. Bunlar üçün böyük qələbədir və özəlliklə ki, düşünək, bu məsələdən sonra əgər iş burada qurtulmuş olsa ki, məncə iş burada bitməyibdir. İş burada bitmiş olsa, içəridə demək olar İranda yaşayan fərqli xalqlar, hətta farslar belə bundan sonra çox ağır baskılara məruz qalacaqlar.